Rayonlar arası gedişləri rəqəmsallaşdırılır gün 1. Bugün rayonlar arası taksilərin hansı çətinliklərlə üzləşdiyi haqqında müsahibə alacağıq və arxasınca da maraqlı bir oyunumuz olacaq. Hansı rayonu işləyirsiniz? Masallı, Beyləqan, Beyləqan Füzuli. Əbrayıl, Zəngilan, Füzuli, Şuşa, Qaçın, Xankəndi. Taksi sürücüsü olmağın çətin tərəfləri nələrdir? Yuxusuz qalmaq, bir adam axtarmaq. Çətin tərəfi çoxdur, asan tərəfi yoxdur. Sürücülərlə problem... Sənin üçün tapmaqda çətinlik çəkirsiniz. Son zamanlarda çox çətin. Mənim üçün çətinlik yoxdur. Bu bir proqram kimi olsa sizə daha rahat ola bilərdi. Bizə yaxşı olardı, proqrama sifariş verərlər, bizə gələrdik, eləsən götürərdik. Neçə ildir taksi işləyirsiniz? 8. 20 il olaraq işləyirəm. 2 il. Gündə neçə dəfə gedib gəlirsiniz? Bir dəfə gedib gəlir. Həftədə bir dəfə, 2 dəfə. Həftədə bir dəfə. Biz sizinlə bir oyun keçirmək istəyirik. Çarxı fırladırsınız və düşən hədiyyəni bizdən qazanırsınız. Siz bizdən musiqi hədiyyə qazandınız. İfaçımız Zəhra xanımı istəyirsiniz çağıran sizin üçün ifa etsin. Siz bizdən 5 manat qazandınız. Siz bizdən çanta qazandınız. Siz bizdən musiqi qazandınız. Siz bizdən 10 manat qazandınız. Siz onluğu nə ilə verəsiniz? Şirkət verir sizə, özünüzdən verirsiniz mi? Şirkət verir.